Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Aprel və may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, izaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, Naxçıvan müəllimləri üçün möhtəşəm sertifikasiya sınaq qrupumuz açılır. Əgər sizlər də həftənin hər günü qəbul tipli onlayn sınaq işləyib və eyni zamanda izahını görmək istəyirsinizsə, qruplarımıza qoşula bilərsiniz. Qeyd edim ki, bu qrup dərs qrupu deyil, yalnız sınaq qrupudur. Sırf ibtidai sertifikasiya çərçivə sənədində sizə sınaqlar təqdim olunacaq. Bir daha nəzərinizə çatdırım ki, qrupda ibtidai MİQ-ə hazırlaşan müəllimlər olmayacaq, ya da ki, suallar ibtidai MİQ həcmində olmayacaq. Sırf ibtidai sertifikasiya çərçivə sənədi əsasında hazırlanacaq və hər gün 20 suallıq sınaq link şəklində sizlərə atılacaq. Onlayn sınağı işləyəcəksiniz, müstəqil şəkildə işləyib nəticənizlə tanış olub, səhviniz olduqda isə dərhal sınağın izahına baxıb səhvinizi düzəltmiş olacaqsınız. Ödəniş yalnız bircə dəfə olunacaq. 050 505 1246 nömrəsinin WhatsApp-ına yazaraq qeydiyyatdan keçib sınaq qruplarımızda iştirak edə bilərsiniz. İndi isə gəlin sualın izahına baxaq. Bu vətən bizimdir. Nümunəsində altından xətt çəkilmiş sözlə bağlı səhvi göstərin. Bizdən nəyi soruşur? Səhvi soruşur və bizimdir sözü ilə bağlı səhvi soruşur. Şəxs əvəzliyidir. Bəli, bizim sözü burada nədir? Şəxs əvəzliyi funksiyasındadır. Düzdür, biz sözü amonimdir. Amma baxır onun işlənmə məqamına. Bu vətən bizimdir dedikdə, təbii ki, burada bizimdir sözü nə olacaq? Olacaq şəxs əvəzliyi. Deməli, A variantı doğrudur. Cümlənin xəbəridir. Bəli, bizimdir. Kimindir? Bizimdir. Bəli, cümlənin xəbəridir. B-ni də çıxırıq. Deməli, ismi əvəz etmişdir. Kimindir? Bizimdir. Bəli, ismi əvəz edibdir. İndi yerdə qalır 2 dənə variant. C və E variantı. C variantında deyir, yəli haldadır. E variantında deyir, mənsubiyyət şəkisi qəbul edibdir. Baxın, müəllimlər, biz bu cümlədəki biz sözünü nə götürdük? Şəxs əvəzliyi götürdük. Şəxs əvəzlikləri mənsubiyyət şəkisi qəbul edə bilmir. Deməli, mənsubiyyət şəkisi qəbul etmişdir fikri yanlışdır. Elə bizim cavabımız olur E variantı. Baxın, yəli haldadır, bəli, yəli haldadır. Deyəcəksiniz ki, müəllim, axı bizim im deyə yəli hal şəkilçimiz yoxdur. Biz ın, in, un, ündən danışmışdıq. Mən və biz şəxs əvəzlikləri yəlik halda ın əvəzinə, in əvəzinə nə qəbul edir? İm qəbul edir. Yəni, bizim və mənim sözləri şəxs əvəzliyidirsə, onların üzərindəki im yəlik hal şəkilsidir. Ona görə C variantı doğrudur. C-ni çıxdıq. Mənsubiyyət şəkisi qəbul edib, cavabımız olur E variantı yanlışdır. Şəxs əvəzliyi mənsubiyyətə görə dəyişə bilmir. Ona görə də biz buradakı imə mənsubiyyət şəkisi deyə bilmərik. Sualımızın düzgün cavabı olacaq E variantı. İzahımız bu qədər. Bir daha nəzərinizə çatdırım ki, sınaq qruplarına qoşulmaq üçün 050 505 1246 dərs nömrəmizin WhatsApp-ına yazıb qeydiyyatdan keçə bilərsiniz. Sağ olun.